Salam. Bugün çalışacağım size son günler dünya medyasını zəbt edən bir mövzu haqqında danışım. Suriya. Bəşər Əsəd niyə uzun illər hakimiyyətdə qaldı? Keçmişdə Əl-Qaida və IŞİD-in nümayəndəsi olan Məhəmməd Culani əslində kimdir? Və həqiqətənmi Bəşər Əsəddən sonra Suriya xalqını günəşli günlər gözləyir? Bugün qısa konkret olaraq Suriya haqqında danışacağım. Hazırsınızsa, başladıq. Bu videoya innovativ və texnoloji həllər verən Avrotekin dəstəyi ilə baxırsınız. Bəşər Əsəd 1965-ci ildə Hafiz Əsədin ailəsində dünyaya gəlir. Hafiz Əsəd 1971-ci ildə hakimiyyətə gəlir. O, Ələvi idi. Suriya əhalisinin əksəriyyətinin Sünni məzhəbinə aid olduğuna görə onu elə də çox sevmirdilər. Buna görə də Hafiz ordu sıralarına əsasən Ələviləri cəlb edərək Suriyada tam bir diktatura rejimi qurur. Bəşər Əsəd isə heç vaxt siyasətçi olmaq istəməyib. O, göz həkimi idi. Dəməşq Universitetini bitirən Bəşər 1992-ci ildə xüsusi kurslar keçmək üçün Londona gedir. Atası Hafiz Əsəd özündən sonra prezident olaraq böyük oğlu Basil Əsədi hazırlayırdı. Ancaq 1994-cü ildə Basilin yol qəzası zamanı dünyasını dəyişməsi hər şeyi dəyişir. Bəşər Əsəd təcili olaraq Suriyaya geri qayıdır və cəmi 5 il sonra göz həkimi artıq polkovnik idi. 2000-ci ildə Hafiz Əsəd dünyasını dəyişir və Bəşər Əsəd onu əvəz etməli idi. Ancaq bir problem var idi. Məsələ burasındadır ki, həmin vaxt Bəşər Əsədin 34 yaşı var idi. Suriya konstitusiyasına görə isə prezident olmaq üçün ən azı 40 yaşınız olmalı idi. Və sizcə nə baş verir? Cəmi 10 gün ərzində Suriya parlamenti konstitusiyaya dəyişiklik edərək Bəşər Əsədin yolunu açır. Baş tutan prezident seçkilərində Bəşər Əsəd səslərin 97%-ni toplayaraq ölkə rəhbəri seçilir. Suriya əhalisinin bir hissəsi ona inanırdı. Bir hissəsi isə düşünürdü ki, o cavandır və onda alınmayacaq. Çoxluq isə Bəşər Əsədin həyat yoldaşının Avropalı olmasına ümid edərək gələcəyi işıqlı görürdü. Ancaq elə də güclü dəyişiklik olmur. Bəşər Əsəd atasının yolunu davam etdirir. İşsizlik, rüşvət və insan haqlarının pozulması xalqın Bəşər Əsədə olan etibarını getdikcə azaldırdı. Etiraz edənlər isə sərt şəkildə cəzalandırılırdı. 2010-cu ildə regionda Ərəb baharı başlayır. Tunis, Yəmən, Misir və Liviyada baş verənlər Suriyadan yan keçmir. 2011-ci ildə Ərəb baharı artıq Suriyada idi. Etirazların başlamasına əsas səbəb isə 13 yaşlı Həmzə Əl-Hətib idi. Bu uşaq şəhərdə bir divara "Növbə səndədir, həkim" deyə bir yazı yazır. O, həbs olunur və işgəncələr nəticəsində dünyasını dəyişir. Ailəsinə təhvil verilən cəsəddən görünürdü ki, Həmzənin çənəsi və hər iki dizi qırılıb. Bədənində siqaret söndürülən uşağın cinsiyyət orqanı kəsilib. Ona qarşı elektroşok cihazından istifadə olunub və kabellə döyülüb. Cəsədin görüntüləri ortaya çıxdıqdan sonra Suriyada geri dönüşü olmayan bir hərəkat başlayır. Bəşər Əsəd etirazçılara güc tətbiq edir, sonda isə onlara atəş açır. Beləliklə, artıq 2012-ci ildə Suriyada vətəndaş müharibəsi gedirdi. Ancaq Bəşər Əsəd asanlıqla hakimiyyətdən getmək fikrində deyildi. Etirazçılara onsuz da sərt davranan Bəşər 2012-ci ilin avqustunda dəhşətli bir cinayət törədir. O, mülki əhaliyə qarşı zarin qazından istifadə edir. Nəticədə 1700 nəfər həlak olur. Bütün dünyada qadağan olunan kimyəvi silahı öz xalqına qarşı istifadə edən Əsəd nə cürsə hakimiyyətdə qalmalıydı. Ancaq bu addımdan sonra o hakimiyyətdə qala bilməzdi. Bütün dünyadan müsəlmanlar Suriyaya gələrək Əsəd rejiminə qarşı döyüşürdü. Əbu Məhəmməd Colaninin başçılığı altında Əl-Qaida Suriyada möhkəmlənir. 2014-cü ildə isə Əbu Bəkir Əl-Bağdadi Rakka şəhərini IŞİD-in paytaxtı elan edir. Lakin 2015-ci ildə Rusiyanın tam dəstəyindən sonra Əsəd hakimiyyətini bərpa edir. Rusiya bunun qarşılığında Suriyada 2 hərbi baza yaradır. Ancaq Əsəd hakimiyyəti Suriyanı tam əhatə etmirdi. İran, Türkiyə, ABŞ və İsrail artıq Suriyada idi. Bu ana qədər Suriyada ümumilikdə 470 min nəfər həlak olmuşdu. Təxminən 14 milyon Suriyalı, yəni ölkənin yarısı qaçqın həyatı yaşayırdı. Buna baxmayaraq 2021-ci ildə Əsəd yenidən prezident seçilir. Ancaq növbəti il başlayan Ukrayna-Rusiya müharibəsi Suriyaya təsir etməyə bilməzdi.
Putinin başı özünə qarışmışdı və gec-tez Suriyada dəyişiklik olacaqdı. Ərəb baharından böyük ziyanla çıxan Putin sadəcə Əsədi hakimiyyətdə saxlaya bilmişdi. Ərəb baharının Rusiya ilə nə kimi əlaqəsi var deyə düşünürsünüzsə, kanalımızda Vladimir Putin haqqında olan buraxılışı izləməyinizi tövsiyə edirəm. Ərəb baharının son nöqtəsi İran olacaqdı. Ancaq Suriya məsələsi uzandı və Əsəd hakimiyyətdə qaldı. 2023-cü ildə Suriya yenidən Ərəb Dövlətlər Liqasına qəbul olunur. İtaliyada daxil olmaqla 7 Avropa ölkəsi Suriyada səfirliyini yenidən açır və sanki hər şey bitmişdi. Bəşər Əsəd hakimiyyətini qoruya bildi. Ancaq elə olmur. Heç kimin gözləmədiyi bir anda o gündəmi ələ alır. Əhməd Hüseyn Əşşara və ya Əbu Məhəmməd Əl-Cəlani. 13 il ərzində hakimiyyətini toxunulmaz saxlayan Bəşər Əsəd rejimini cəmi 12 günə yıxan, IŞİD və Əl-Qaidaya meydan oxuyan Məhəmməd Cəlani kimdir? Gəlin bu insanın həyatına qısa səyahət edək. Əsl adı Əhməd Hüseyn Əşşara olan Əbu Məhəmməd Əl-Cəlani Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyadda dünyaya gəlib. Əslən Suriyalıdır. 1967-ci ildə İsrail tərəfindən işğal olunan Colan təpələrindəndir və Cəlani təxəllüsü də buradan gəlir. Dəməşq Universitetində təhsil aldığı zaman Fələstin-İsrail münasibətləri gərginləşir və o, İsrailə ya da ümumiyyətlə xaçpərəstlərə qarşı döyüşmək istəyirdi. Bunun üçün ona sadəcə bəhanə lazım idi və bu bəhanə 2003-cü ildə əlinə düşür. Amerika Demokratiya adı ilə İraq lideri Səddam Hüseyni həbs edərək edam edir. Cəlani İraqa gedir. Yanlış anlamayın, Səddam üçün deyil. Məsələ burasındadır ki, İraqda ara qarışan zaman radikal İslamçılar dünyanın dörd bir yanından İraqa gəlirlər. Əbu Musab Əl-Zərqavinin liderliyi altında İraq Əl-Qaidəsi yaradılır. Əhməd Hüseyn Əşşara təhsilini yarımçıq qoyaraq İraqa gedir və Cəlani adını götürür. Əl-Qaidə işğal etdiyi əraziləri İraq İslam dövləti adlandırır. Lakin Amerikanın müdaxiləsindən sonra cihadçılar həbs olunaraq Camp Bukka adlanan həbsxanaya salınır. Həbs olunanlar arasında Cəlani da var idi. O, həbsxanada Əbu Bəkir Əl-Bağdadi ilə tanış olur. Bu həbsxana cihadçılar üçün sanki bir universitet idi. 2008-ci ildə Amerika ordusu İraqdan çıxır və həbsxananı da bağlayır. Bununla da 20 minə yaxın dustaq azadlığa çıxır. Bağdadi və Cəlani də həmçinin. 5 il həbs həyatından sonra azadlığa çıxan Cəlani artıq sadəcə Əl-Qaidə üzvü deyil, onun liderlərindən biridir. 2011-ci ildə Suriyada başlayan Ərəb baharı zamanı İraq Əl-Qaidəsinin lideri Bağdadi Cəlanini Suriyaya göndərir. Cəlani orada Əl-Nusra cəbhəsini qurur. Ardınca Bağdadi Əl-Nusranın Əl-Qaidəyə birləşdiyini və beləcə İraq İslam dövləti dəyişərək İraq və Şam İslam dövlətinin yarandığını elan edir. Lakin Cəlani bu fikirlə razı deyildi. O, bu birləşməni qəbul etmədiyini və Suriyada özü öz yolunu açacağını deyirdi. Radikal şəkildə nəsə əldə edə bilməyəcəyini anlayan Cəlani, IŞİD və Əl-Qaidədən uzaqlaşdığını elan edir. Bağdadi bunu xəyanət sayır və Əl-Nusraya qarşı döyüşmək əmrini verir. Cəlani qərb dövlətləri ilə bir probleminin olmadığını və sadəcə Suriya xalqını Əsəd rejimindən qurtarmaq istədiyini deyir və Əl-Nusranın adını dəyişərək Həyyət Təhrir Əş-Şəm qoyur. Bu qruplaşma Amerika, Suriya və Türkiyə tərəfindən terrorçu qruplaşması kimi tanınır. Hətta Amerika Cəlaninin başına 10 milyon dollar qoyur. Cəlani isə İdlibdə hakimiyyətini bərkidir və vahid bir sistem qurur. Həkim, polis, vergi və maaş sistemini yaradan Cəlani Əsəd rejimi üçün təhdid idi. Bəşər Əsəd Suriyada hakimiyyətini gücləndirir və sadəcə İdlib qalmışdı ki, tam gücü əlinə alsın. Buna görə də o, 2020-ci ildə İdlibə hücum edir. Lakin səhvən bir konvoy vurulur və 33 türk əskəri şəhid olur. Bu hadisədən sonra vəziyyət dəyişir. Baş verənlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan belə bir fikir səsləndirir. Türk askerinin kanının aktığı bir yerde hiçbir şeyin aynı şekilde devam etmesine izin veremeyiz. Və Türk ordusu Cəlaniyə köməyə gəlir. Əsəd məcbur geri çəkilir və bir də İdlibə gəlmir. Cəlani isə öz ordusunu gücləndirir və gözləyirdi. Lakin həmin zaman ərzində Bəşər Əsəd də öz hakimiyyətini möhkəmləndirmişdi. Ancaq Əsədin güclənməsi Cəlaniyə fərq etmirdi. O, Rusiya və İranın zəifləməsini gözləyirdi. Və bu fürsət 2024-cü ildə ələ düşür.
Rusiya Ukrayna müharibəsi ilə məşğul idi. İranın isə başı İsrailə qarışdığı bir vaxtda İdlibdən hərəkətə başlayan Culaninin ordusu 13 il ərzində toxunulmaz qalan Əsəd rejimini cəmi 12 günə devirir. Bəşər Əsəd Rusiyaya qaçır. Əsədin hakimiyyəti illərində gördüyü pis işlər üzə çıxmağa başlayır. Sednaya həbsxanası da həmçinin. Bəşər Əsəd Rusiyaya qaçdıqdan sonra onun bir çox əməli ortaya çıxır. Əsas səs salan iş isə atasından miras qalan Sednaya həbsxanası idi. Bu həbsxana hələ 1986-cı ildə Hafiz Əsəd rejimi zamanı tikilib. Paytaxt Dəməşqdən 30 kilometr aralıda yerləşən bu həbsxana əvvəllər Suriya ordusuna məxsus idi və burada əsasən hərbi dustaqlar saxlanılırdı. Ancaq 2000-ci ildən başlayaraq siyasi məhbusların saxlandığı bir yer oldu. 2011-ci ildəki Ərəb baharından sonra isə burada əsasən etirazçılar saxlanılırdı. Bura gətirilən bir çox etirazçı qısa müddət ərzində məhkəmə olunaraq edam olunurdu. Ac, susuz və işıqsız otaqlarda saxlanılan məhkumların bir çoxu bu şərtlərə dözmür və ölürdü. Əsas 3 blokdan ibarət olan binanın bir bloku saxlanılma kameraları, ikincisi işgəncə bloku, üçüncü isə yeməkxana idi. Məhkumlar yeməkxanaya çox nadir hallarda gətirilir. Onlar ora qaranlıqda gətirilirdi və nə yediklərini bilmirdilər. İşıq fənərləri yalnız nəzarətçilərdə olurdu. O da yolu görə bilmələri üçün. Həbsxanada qadınlar və uşaqlar da var idi. Əlbəttə ki, uşaqlar heç kəs ora salmayıb. Həbsxana nəzarətçiləri tərəfindən zorlanan qadınlar orada uşaq dünyaya gətirirdi. Və burada doğulan uşaqlar dünyanın yalnız bu qaranlıq otaqlardan ibarət olduğunu düşünürdülər. Şahidlərdən biri deyir ki, çevrilişdən sonra onları xilas etməyə girən insanları oradakılar edama aparacaqlarını düşünürdülər. İnqilabçı olduqlarını bildikdən sonra həmin insanların ayaqlarından öpən məhbusların bəziləri Hafiz Əsədin hakimiyyəti illərində bura salınanlar idi. Həbsxana zirzəmisindən gələn insan səslərini eşidən inqilabçılar orada insanların saxlandığını anlayırlar. Lakin ora gedən qapılar bağlı idi. Həbsxana administrasiyası çevrilişdən bir neçə saat öncə helikopterlə oradan qaçmışdı. Sonda xüsusi texniki vasitələrlə yer qazılır və oradakı insanlar xilas olunur. Təxminlərə görə bu həbsxanada 30 mindən çox insan qətlə yetirilib. Deyilənlər, yazılanlar və ya göstərilənlər həqiqəti nə dərəcədə əks etdirir? Bunu bilmirik. Amma yəqin ki, od olmayan yerdən tüstü çıxmaz. Və sonda yenidən əvvələ qaydaq. Suriyada kimlərin hansı maraqları var idi? Niyə Amerika, Türkiyə, İran və Rusiya Suriya məsələsinə barmaq qoydu? Əsəd rejiminin diktator yumruğu və ya əhalisinin böyük hissəsi sünni məzhəbinə aid olsa da hakimiyyətdə Ələvilərin olması müstəsna rol idi. Ancaq əsl səbəb bunlar deyildi. Əsl səbəb Rusiya idi. Rusiyanın dövlət olaraq neft və qazdan sonra ixrac etdiyi əsas bazarı silah idi. Silah satdığı ölkələrin arasında isə Ərəb ölkələri başda gəlirdi. Silah bazarı ilə yanaşı Avropa Rus qazından canını qurtarmalıydı ki, Rusiya tam çöksün. Hadisələrin əvvəli isə 2009-cu ilə gedib çıxır. 2009-cu ildə Qətər belə bir təklif irəli sürür. Qətər qazı Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və sonda Türkiyə ərazisi ilə Avropaya getsin. Bu, Rus qazından asılılığı sıfıra sala bilərdi. Ancaq Bəşər Əsəd bu təklifi rədd edir və əvəzində İranla müqavilə bağlayır. İran qazı İraq və Suriya ərazisindən keçməklə Avropaya getməli idi. Bu plan isə başda qərb dövlətləri olmaqla Səudiyyə Ərəbistanı və Qətərin heç xoşuna gəlmir. Buna görə də Ərəb baharı Suriyada başlayanda Amerika və digər qərb ölkələri etirazçılara, Putin və İran isə Əsədə dəstək olur. Ancaq Amerikanın Kürd birləşmələrinə olan dəstəyi Türkiyəni də Suriyaya gətirir. İran üçün isə Suriya Livandakı Hizbullah qruplaşması ilə strateji dəhliz rolunu oynayırdı. Uzun illərdən sonra Əsəd rejimi yıxılır və Bəşər Əsəd Moskvadan siyasi sığınacaq alır. Onu orada qoruyub saxlamaq Putin üçün çox önəmlidir. Rusiyadan asılı olan digər ölkə rəhbərlərinin inamını itirməmək üçün Putin Əsədi onun düşmənlərindən qoruyacaq. Ancaq Əsəd hər hansı bir qəza nəticəsində və ya ürək çatışmazlığından dünyasını dəyişsə, təəccüblənməyin. Bugün isə
Hələ ki qərb libasında olan Məhəmməd Culani Suriya xalqını inandırıb ki, Taliban kimi hakimiyyətə gəldikdən sonra siyasi baxışını dəyişməyəcək, qadın haqları və digər məsələləri sivil şəkildə dəstəkləyəcək. Ancaq keçdiyimiz günlərdə bir kadr medianın gözündən qaçmadı. Onunla şəkil çəkdirmək istəyən qadına başını örtməsini deyən Culani sanki keçmişdəki Əl-Qayda və IŞİD virusundan hələ də tam təmizlənməyib. Bu videoya innovativ və texnoloji həllər verən Avrotekin dəstəyi ilə baxdınız.